Bugün bizə təqdim etdiyim mənbələr sözün əsl mənasında ədəbiyyat xəzinəsidir. Söhbət Gabriel Garcia Marquez'in 100 il tənhalıq romanından gedir. Bəli, Əlimizdə romanın özündən seçilmiş kritik hissələr və o məşhur dolaşıq Buendia nəslinin şəcərə ağacı var. Məqsədimiz sadəcə hekayəni nəql etmək deyil, bu epik dastanın, belə deyək, DNT-sini deşifr etməkdir. Makondonu, onun sakinlərini. Bəli, onun sehirli və bəzən dəli sakinlərini və nəsillər boyu təkrarlanan o qəribə taleyi anlamaq. Və bu müəmmalı dünyaya giriş üçün elə romanın özünün açarından istifadə etməliyik, o unudulmaz ilk cümlədən. Hansı ki? Polkovnik Aureliano Buendia güllələnməyə aparıldığı gün, atasının onu buzu kəşf etməyə apardığı o uzaq günortanı xatırlayacaqdı. Yəni bu cümlə sadəcə bir başlanğıc deyil. Bir proqnozdur sanki. Tamamilə. Zamanı qırır, sonu əvvələ gətirir və bizi dərhal soruşmağa məcbur edir. Bu adam kimdir və bu vəziyyətə necə düşüb? Bu sualın cavabı üçün gərək hər şeyin başladığı yerə, Makondoya qayıdaq. Gəlin başlanğıcdan başlayaq. Makondo. Demək olar ki, heç nədən yaranan bir yer. Dünyanın kənarında 20 kərpiç evdən ibarət kiçik bir kənd. Bəli, mənbələrdə təsvir edilir ki, bura o qədər yeni bir dünyadır ki, Hətta bir çox şeyin adı yoxdur və onları göstərmək üçün barmaqla işarə etmək lazımdır. Amma onu yaradan Jose Arcadio Buendia heç də sadə bir qurucu deyil. O daha çox bir dəli alimə bənzəyir, elə deyilmi? dəli alim əla təsvirdir. Amma onun dəliliyi, necə deyim, dağıdıcı deyil, yaradıcıdır. O, dünyanın sirlərini açmaq istəyir. Hətta bu ailəsinin son qəpiklərini xərcləmək bahasına başa gəlsə belə. Məsələ, qaraçıların gətirdiyi maqnitlər onun üçün sadəcə oyuncaq deyil, yerin altındakı qızılı çıxarmaq üçün bir alətdir. Teleskop ulduzlara baxmaq üçün deyil, günorta vaxtı düşmənin harada olduğunu sübut etmək üçündür. Yəni onun təxəyyülü sərhəd tanımır. Və bu sərhədsiz təxəyyülün qarşısında tək bir real qüvvə var. Arvadı Ursula Iguaran. O, ailəni bir yerdə saxlamağa çalışan praktik zəkadır. Bəli, o reallığın özüdür. Jose Arcadio maqnitlərlə qızıl axtarmaq üçün evdəki bütün heyvanları dəyişdirəndə, Ursula sanki reallığın səsidir. Ərinin böyüdücü şüşə ilə düşmən ordularını yandırmaq planını eşidəndə isə sadəcə çarəsizlikdən ağlayır. Çünki o şüşə atasının bütün ömrü boyu yığdığı qızıl sikkələrlə alınıb axı. Onların münasibəti sanki xəyalla reallığın bitməyən mübarizəsidir. Tamamilə. Və bax, elə buradaca biliklə dəlilliyin sərhəddinin nə qədər nazik olduğunu görürük. Jose Arcadio aylarla ulduzları izləyib yer kürəvidir, portağal kimi nəticəsinə gələndə, bu əslində elmi bir həqiqətdir. Amma Makondonun reallığında bu dəlilik kimi qəbul edilir. Hətta arvadı ona qışqırır. Əgər dəli olacaqsansa, tək başına ol. Amma uşaqların başına öz qaraçı ideyalarını soxmağa çalışma. O, öz dövrünü qabaqlayan biridir və bu onun faciəsidir. Qaraçı Melkiyaz isə onu anlayan yeganə şəxsdir. Amma o da özü ilə birlikdə evə bir kimya laboratoriyası və şeytan qoxusu gətirir. Deməli, bilik Makondoya həmişə biraz təhlükəli, biraz da qeyri-adi bir şey kimi daxil olur. Bəli, bu gənginlik bütün hekayə boyu davam edir. Amma ailənin taleyini müəyyən edən daha dərin, daha köklü bir məsələ var. Şəcərə ağacına baxanda ilk diqqət çəkən şey Adların təkrarlanması. Bəli, Jose Arcadiolar və Aurelianolar. Nəsillər boyu bu adlar təkrar-təkrar ortaya çıxır. Bu, yəqin ki, bir çoxumuza tanışdır. Ailələrdə adların təkrarlanması bir ənənədir. Amma burada Marquez bunu bir talə, bir lənət kimi təqdim edir. Sanki hər yeni nəsil əvvəlkinin eynisini yaşamağa məhkumdur. Dəqiq olaraq. Çünki bu adlar sadəcə etiket deyil, xarakter kodlarıdır. Mənbələrdə də göstərildiyi kimi, bütün Jose Arcadiolar nəhəng, impulsiv, fiziki gücə malik fərdlərdir. Bütün Aurelianolar isə tənha, uzaq görən, daxili aləmlərində yaşayan insanlardır. Sanki eyni ruhun fərqli bədənlərdə təkrar-təkrar dünyaya gəlməsidir. Bəli. Və bu təkrarlanan taleyin kökü ailənin öz başlanğıcındakı günahda gizlidir. Qohum evliliyi məsələsi. Jose Arcadio və Ursula əmioğlu əmi qızıdırlar və bütün həyatları boyu donuz quyruqlu uşaq dünyaya gətirmək qorxusu ilə yaşayırlar. Və bu sadəcə bir xurafat deyil, nəsillərində daha əvvəl yaşanmış real bir hadisəyə əsaslanır.
Ursulanın xalası öz dayısı ilə evlənib və nəticədə donuz quyruqlu bir oğlan uşağı dünyaya gətirib, Bu qorxu o qədər güclüdür ki, bütün həyatlarını idarə edir, hətta intim münasibətlərini belə. Və Prudencio Aguilar adlı bir adam xoruz döyüşündən sonra Jose Arcadionu lağa qoyanda, yəni onun hələ də arvadı ilə yata bilmədiyini eyham edəndə, Jose Arcadia onu nizə ilə öldürür. və bu cinayət onların taleyini həmişəlik dəyişir. Prudensio'nun ruhu onları rahat buraxmır, hər gecə evdə peyda olur. Bu kabusdan qaçmaq üçün də onlar doğma şəhərlərini tərk edib aylarla səyahət edir və nəhayət Makondonu qururlar. Deməli, Makondo bir cənnət kimi deyil, bir qaçış yeri kimi yaranıb. Məhz belə. Bu, onların tənhalığının səbəbini də izah edir. Onların təcrid olunması öz seçimləridir, keçmişlərindən və günahlarından bir qaçışdır. Makondonun coğrafi mövqeyi də bunu gücləndirir. Bəli, dağlar və bataqlıqlarla əhatə olunması, Jose Arcadionun axtarış zamanı meşəlin dərinliyində tapdığı o çürümüş, kabus İspan gəmisi, bütün bunlar onların həm fiziki, həm də psixoloji təcridini gücləndirir. Makondo özü-özünə bir dünyadır, çünki bu endialalar xarici dünyadan qorxurlar. Yaxşı, gəlin romanın üslubundan danışaq. Çünki hadisələr qəribələşməyə başlayır. Buna səhərli realizm deyirlər. Amma bu sadəcə fantaziya deyil. Qətiyyən. Məsələn, Qaraçı Melkiadesin ölümdən qayıtması və ya bütün qəsəbəni bürüyən yuxusuzluq epidemiyası kimi hadisələr elə adi bir dillə təsvir edilir ki, sanki hər gün baş verən bir şeydir. Tamamilə doğrudur. Səhirli realizmin gücü elə bundadır. O, oxucunu tənqidi düşüncədən yayındırıb, qeyri-mümkünü qəbul etməyə məcbur edir. Yuxusuzluq epidemiyası buna mükəmməl nümunədir. Yetim qız Rebekka ilə başlayır və bütün kəndə yayılır. Amma əsas problem yata bilməmək deyil. Əsas problem yaddaşın itirilməsidir. Bu dəhşətlidir. Sanki bir insanın içini tamamilə boşaldırsan. Bəli. Mənbələrdə təsvir edilir ki, insanlar əvvəlcə uşaqlıq xatirələrini, sonra əşyaların adını və mənasını, sonda isə öz kimliklərini unudurlar. Markesin burada sadəcə bir xəstəlik təsvir etmədiyi aydındır. Bu daha böyük bir şeyin simvoludur. Bu sadəcə fantastik bir element deyil. Markes burada kollektiv amneziyanı, yəni cəmiyyətlərin öz zoraki keçmişlərini necə unudub, sanki heç nə olmamış kimi davam etmələrini tənqid edir. Yaddaşını itirən bir cəmiyyəti idarə etmək asandır. Tarixini unudan bir xalq kimliyini də itirir. Bəli, romanın bu hissəsi Latın Amerikası tarixinin bir metaforasıdır. Və bu problemə qarşı Aureliano'nun tapdığı həll yolu həm dahyanədir, həm də faciəvi dərəcədə mənasızdır. O, hər şeyin üzərinə adını yazmağa başlayır. Stulun üstünə stul, qapının üstünə qapı. Elə absurd olanı isə inəyin boynuna asdığı lövhədir. Bu inəkdir, süd verməsi üçün hər səhər sağılmalıdır ki, süd alınsın və südü qəhvə ilə qarışdırmaq üçün qaynatmaq lazımdır ki, südlü qəhvə alınsın. Mükəmməl bir səhnədir, absurd, fantastik bir hadisə, yaddaş itkisi epidemiyası, metodik, demək olar ki, bürokratik bir məntiqlə etiketləməklə qarşılanır. Yəni, reallığı yenidən qurmağa çalışırlar. Bəli. Bu, tarixi yenidən yazmaq və ya onu süni şəkildə xatırlamağa çalışmaq kimi bürokratik cəhdlərə bənzəyir. Onlar hətta kəndin girişinə Makondon və əsas küçəyə Allah vardır yazılı lövhələr asırlar ki, ən təməl həqiqətləri belə unutmasınlar. Bu, dilin və yaddaşın nə qədər kövrək olduğunu göstərir. Bəs bu qapalı dünya nə qədər qapalı qala bilər? Təbii ki, bir gün kimsə o qapını döyməli idi və döyəndə hökumət oldu, elə deyilmi? Bəli. Don Apolinar Moskote adlı bir məmurun gəlişi ilə Makondonun təcrid olunmuş həyatı sona çatır. O, hökuməti və onun qaydalarını təmsil edir. Onun ilk tələbi isə olduqca simvolikdir. Bütün evlər mavi rəngə boyanmalıdır. Milli müstəqilliyin il dönümünü qeyd etmək üçün. Düzdür. Və Jose Arcadio Buendia'nın reaksiyası da onun xarakterinə tam uyğundur. O deyir, bu qəsəbədə biz kağız parçaları ilə əmr vermirik. Mənim evim ağ olacaq, göyərçin kimi ağ. Bu, Makondonun fərdi iradəsi ilə xarici dünyanın bürokratik gücü arasındakı ilk toqquşmadır. Amma bu, yalnız başlanğıcdır. Əsl münaqişələr yeni nəsillə birlikdə başlayır. Bəli, yeni nəsil özü ilə birlikdə yeni ehtiraslar və yeni fəlakətlər gətirir. Məsələn, Rebekka, Pietro Crespi və Amarant arasındakı o faciəvi sevgi üçbucağı. Bu, sadəcə bir qısqanclıq hekayəsi deyil, ailə daxilindəki tənhalığı daha da dərinləşdirən bir hadisədir. Doğrudan da şiddətli bir hekayədir.
övladlığa götürülmüş Rebecca ile İtalyan musiqiçi Pietro Crespi nişanlanır, ama Ursula'nın qızı Amaranta da gizlice Pietro'ya aşıktır ve bu evliliğin qarşısını almak üçün hər şeyi edir. Və nəticə fəlakət olur. Pietro Crespi rədd edildikdən sonra ülgüclə biləklərini kəsərək intihar edir, Amaranta isə günahkarlıq hissindən əlini kömürlərin içinə soxur və ömrünün sonuna qədər o yanıq əli qara sarğı ilə gəzir. Yəni, sevgidən imtina edərək özünü tənhalığa məhkum edir. Bəli, bu nəslin lənətinin bir başqa formasıdır. Sevgini yaşaya bilməmək. Eyni zamanda evin digər oğlu Aureliano da öz faciəsinə doğru gedir. Onun hekayəsi daha səssiz başlayır, o gənc yaşlarından gələcəyi görmə qabiliyyətinə malik, tənha, gümüş balıqcıqlar düzəldən bir gəncdir. Və onun ilk sevgisi isə hələ uşaq olan Remedios Mascote'yə, yəni hökumət məmurunun qızına olur. İlk ehtirası çox məsumdur. Dəli, amma onun siyasi oyanışı heç də məsum deyil. O, qaynatası Don Apolinar Mascote'nin seçkilərdə saxtakarlıq etdiyini, səsləri dəyişdirdiyini öz gözləri ilə görür və qaynatası ona soyuqqanlılıqla deyir: "Əgər sən liberal olsaydın, bu səs dəyişdirməni görməzdin." Və bu an hər şey dəyişir. Bu, hekayənin dönüş nöqtəsidir. Aureliano'nun müharibəyə getməsinin səbəbi hansısa böyük ideologiyaya deyil, şəxsən şahid olduğu bir ədalətsizlik və qüruruna toxunulmasıdır. Məhz bu, romanın dahiyanə tərəfidir. Markis göstərir ki, böyük tarixi münaqişələr, vətəndaş müharibələri çox vaxt böyük ideyaların toqquşmasından deyil, çox şəxsi, kiçik hisslərdən, aldadılmaqdan, qürurun sınmasından başlayır. Və o, üsyan qaldırır. Aureliano 21 gənclə birlikdə üsyan qaldırır və silah anbarını ələ keçirir. Qaynatasına dediyi sözlər isə onun transformasiyasını tamamlayır. Artıq mənə Aurelito demə, mən polkovnik Aureliano Buendia'yam. O anda tənhalıq içindəki şair kimliyini atıb, ictimai və zoraki bir kimliyə bürünür. Yaxşı, gəlin bütün bunları bir yerə yığaq. Bütün bunların mənası nədir? Hə, Biz sadəcə hekayənin başlanğıcına toxunduq, amma sanki bütün romanın DNT-si elə bu ilk fəsillərdədir. Keçmişinin kabusları ilə yaşayan bir ailə, miflə reallıq arasında qalmış bir qəsəbə. və sevginin, saplantının və zorakılığın dövrü təbiəti. Roman bizə çox güclü bir sual verir. Biz əcdadlarımızın səhvlərini, onların taleyini təkrarlamağa məhkumuqmu? Bu təkrarlanan adlar, təkrarlanan davranışlar. Hər şey sanki qaçılmaz bir taleyə, bir dövrü hərəkətə işarə edir. Başlıqdakı tənhalıq da sadəcə tək olmaq deyil. Bu, başqaları ilə əsl bağ qura bilməmək, sevgini tam yaşaya bilməmək və ailənin daxili burulğanından xilas ola bilməməkdir. Deməli, onların tənhalığı coğrafi deyil, daha çox genetikdir. Onlar bir-birlərinə çox yaxın olduqları, bir-birlərinin içində boğulduqları üçün tənhadılar. Tamamilə doğrudur. Onlar öz ehtiraslarının, öz qorxularının və öz keçmişlərinin əsiridirlər. Bu indialaların ən böyük problemi odur ki, onlar sevməyi bacarmırlar ya da sevəndə həddindən artıq sahiblənici olurlar. Bu, 100 il davam edən bir kimliyi axtarışıdır. Sonda isə sizi bir düşüncə ilə baş-başa buraxmaq istəyirik. Buyurun. Mənbələrdə daha sonraki bir səhnədə polkovnik Aureliano Buendia dostuna 32 silahlı üsyana rəhbərlik etdiyini və hamısında məğlub olduğunu deyir. Dostu ondan bütün bu müharibələri niyə etdiyini soruşanda isə o, liberallar, mühafizəkarlar və ya ideologiyalar haqqında heç nə demir. Cavabı çox sadə və sarsıdıcıdır, qürur ucbatından. də budur. Roman müharibəni ideologiyaların şanlı toqquşması kimi deyil, qürur və məyusluq kimi çox insani, çox vaxt isə kiçik duyğuların nəticəsi kimi təqdim edir. Bəs əgər tarixin ən böyük münaqişələrinin kökündə ailə mübahisələrini, qısqanclıqları alovlandıran eyni sadə ibtidai hisslər dayanırsa, bu bizim sivilizasiya və tərəqqi haqqında qurduğumuz bütün hekayələr barədə nə deyir?